Qoç. Səhərin ilk şəfəqləri ilə birlikdə daxilinizdə qarşısı alınmaz bir hərəkətlilik və coşqu hiss edəcəksiniz. Bugün planetlərin xüsusi düzülüşü liderlik keyfiyyətlərinizi maksimum dərəcədə ön plana çıxarmaq üçün unikal imkanlar yaradır. Uzun müddətdir təxirə saldığınız çətin layihələrin tozlu qovluqlarını açmağın və ilk cəsarətli addımı atmağın əsl vaxtıdır. Ətrafınızdakı insanların rəylərinə hörmətlə yanaşın, lakin daxili səsinizin sizə diktə etdiyi yoldan əsla dönməyin. Maliyyə məsələlərində riskli investisiyalardan uzaq durmaq və büdcənizi qorumaq gələcək sabitliyiniz üçün böyük əhəmiyyət kəsb edir. Günorta saatlarında köhnə bir dostunuzdan gələcək gözlənilməz zəng sizə unudulmuş gözəl xatirələri yenidən yaşadacaq. Sevgiyə gəlincə, tərəfdaşınızla münasibətlərdəki kiçik anlaşılmazlıqları böyütmədən, onları səmimi dialoq vasitəsilə həll etməyə çalışın. Hisslərinizi gizlətmək əvəzinə ürəyinizi tamamilə açmaq qarşı tərəfdə sizə qarşı böyük bir etibar hissi oyadacaq. Axşam tərəfi gərgin iş rejimindən uzaqlaşıb təbiət qoynunda qısa bir gəzintiyə çıxmaq ruhunuzu tamamilə dincəldəcək. Sağlamlığınızı qorumaq naminə qidalanma rasionunuza yaşıl tərəvəzləri daxil etməyi və bol su içməyi unutmayın. İncəsənətlə məşğul olmaq və ya sadəcə sevdiyiniz musiqiləri dinləmək daxili aləminizdəki harmoniyanı bərpa edəcək. Yaxın gələcəyə dair planlarınızı kağıza köçürmək məqsədlərinizin daha aydın və əlçatan olmasına kömək edə bilər. Həyatın sizə təqdim etdiyi bu möhtəşəm enerjini ətrafınızdakı insanlara müsbət aura ötürmək üçün istifadə edin. Başqalarına kömək etmək daxili dünyanızda qəribə bir hüzur və mənəvi rahatlıq hissi yaradacaq. Özünüzə olan inamınızı heç vaxt itirməyin, çünki bugün qarşınıza çıxan hər bir maneəni aşmaq gücündəsiniz. Ulduzlar bugün taleyinizin idarəsini tamamilə öz əllərinizə almağınız üçün sizə yaşıl işıq yandırır. Buğa. Bugün daxili hüzurunuzu bərpa etmək və həyat ritminizi bir qədər yavaşlatmaq üçün mükəmməl bir zamandır. Maddi məsələlərdə qazandığınız uğurlar sizi sevindirsə də, mənəvi dəyərlərin daha önəmli olduğunu unutmamağınız gərəkir. İş yerində kollektivlə yaranan kiçik fikir ayrılıqlarına təmkinlə yanaşaraq böyük bir böhranın qarşısını asanlıqla ala bilərsiniz. Səbr nümayiş etdirmək sizi həm həmkarlarınızın gözündə ucaldacaq, həm də karyeranızda yeni qapılar açacaq. Şəxsi inkişafınız üçün faydalı olacaq yeni bir kitab oxumağa başlamaq intellektual potensialınızı xeyli artıracaq. Sevgi münasibətlərində tərəfdaşınızın ehtiyaclarına qarşı daha həssas və diqqətli olmaq bağlarınızı möhkəmləndirən əsas amildir. Subay buğalar üçün bugün keçmişdə qalan bir münasibətin yenidən canlanması ehtimalı olduqca yüksəkdir. Evinizdə edəcəyiniz kiçik dizayn dəyişiklikləri və ya təmizlik işləri yaşayış məkanınızın enerjisini tamamilə yeniləyəcək. Maliyyə sahəsində gəlirlərinizi artırmaq üçün qarşınıza çıxan alternativ imkanları çox diqqətlə analiz etməlisiniz. Heç bir təzyiqə boyun əymədən daxili instinktlərinizə güvənmək sizi ən doğru qərara yönəldəcək yeganə vasitədir. Bədəninizin siqnallarına qulaq asaraq onurğa və oynaq ağrılarına qarşı yüngül idman hərəkətləri etməyiniz məsləhətdir. Yaxın ailə üzvləri ilə keçiriləcək şam yeməyi aranızdakı bağları gücləndirməklə yanaşı sizə böyük mənəvi dayaq olacaq. Yaradıcılıq qabiliyyətinizi nümayiş etdirə biləcəyiniz hobbilərə vaxt ayırmaq günün bütün stresini sizdən uzaqlaşdıracaq. Unutmayın ki, həyatda ən böyük zənginlik ruhən azad olmaq və anın dadını çıxarmağı bacarmaqdır. Bugün kainatın sizə bəxş etdiyi sakitlik və stabillik daxili dünyanızda yeni bir intibahın başlanğıcı ola bilər. Əkizlər. Zəkanızın parladığı və ünsiyyət bacarıqlarınızın zirvəyə çatdığı olduqca dinamik bir gün sizi gözləyir. Yeni insanlarla tanış olmaq və fərqli ideyalar ətrafında müzakirələr aparmaq vizyonunuzu inanılmaz dərəcədə genişləndirəcək. İş mühitində təklif edəcəyiniz innovativ layihələr rəhbərliyin diqqətini cəlb edərək sizə böyük nüfuz qazandıracaq. Diqqətinizi eyni anda bir neçə işə yayındırmaq yerinə ən vacib hədəfə fokuslanmaq səmərəliliyinizi artırar. Maliyyə sahəsində gözlənilməz bir xəbər və ya kiçik pul axını büdcənizi müvəqqəti də olsa rahatladacaq. Romantik sahədə emosiyalarınızı sözlərlə ifadə etmək tərəfdaşınızla aranızda olan buzları tamamilə əridəcək. Əgər qəlbiniz boşdursa, sosial şəbəkələrdə və ya dost məclisində qarşılaşacağınız bir insan həyatınızı dəyişə bilər. Zehni yorğunluqdan qurtulmaq üçün gün ərzində qısa fasilələr vermək və dərindən nəfəs almaq lazımdır. Səyahət etmək planlarınız varsa, marşrutu və detalları bu gündən etibarən ciddiyyətlə nəzərdən keçirməyə başlayın. Özünüzü başqalarının problemlərini həll etməyə həsr edərkən şəxsi ehtiyaclarınızı arxa plana atmamağa diqqət göstərin.
Bugün qəbul edəcəyiniz qərarlar yaxın bir neçə ay ərzində həyat ritminizi müəyyən edən əsas faktor olacaq. Ətrafınızdakı dedikodulardan və mənfi enerjili insanlardan uzaq durmaq psixoloji sağlamlığınız üçün olduqca vacibdir. Özünüzü ifadə etməyin fərqli yollarını, məsələn, yazı yazmaq və ya rəsm çəkməyi sınaqdan keçirə bilərsiniz. Həyatın sizə təqdim etdiyi hər bir sürprizə qarşı açıq olun və dəyişikliklərdən qətiyyən qorxmayın. Parlaq zəkanız və daxili xarizmanız sayəsində bugün daxil olduğunuz hər bir mühitdə ulduz kimi parlayacaqsınız. Xərçəng. Bugün emosional dünyanızda dərin bir həssaslıq və intuisiyanın pik həddə çatdığı xüsusi bir andır. Qəlbinizin səsinə qulaq asaraq atacağınız hər bir addım sizi xəyal etdiyiniz xoşbəxtliyə bir addım daha yaxınlaşdıracaq. Ailə daxilində yaşanan köhnə inciklikləri unudaraq barışıq addımı atmaq üçün bundan daha uyğun zaman tapmaq çətindir. Yaxınlarınıza göstərəcəyiniz sevgi və qayğı onların sizə olan bağlılığını və hörmətini qat-qat artıracaq. Peşəkar fəaliyyətinizdə hisslərinizlə deyil, məntiqlə hərəkət etmək yarana biləcək səhvlərin qarşısını vaxtında alacaq. Maddi məsələlərdə qənaətcil olmaq və lazımsız xərclərdən qaçmaq gələcək planlarınız üçün möhkəm zəmin yaradır. Şəxsi məkanınızı tənzimləmək və evinizdə rahatlıq yaratmaq daxili dünyanızdakı xaosu nizama salmağa kömək edəcək. Sevgidə tərəfdaşınızın hisslərini anlamağa çalışmaq və ona dəstək olmaq münasibətlərinizə yeni bir nəfəs gətirəcək. Tənha xərçənglər keçmişin kölgəsindən xilas olaraq yeni tanışlıqlara şans verdikdə əsl sevgini tapacaqlar. Sağlamlıq baxımından mədə-bağırsaq sisteminizə diqqət yetirməli və ağır yeməklərdən qəti şəkildə imtina etməlisiniz. Meditasiya və ya yoga ilə məşğul olmaq günün gərginliyini atmaq üçün sizə əla imkan yaradacaq. Dostlarınızla birlikdə keçirəcəyiniz sakit bir axşam sizə ehtiyacınız olan mənəvi enerjini yenidən bəxş edəcək. Özünüzə olan inamı gücləndirmək üçün keçmişdə qazandığınız böyük uğurları tez-tez xatırlamağınız olduqca faydalıdır. Başqalarının rəylərinin daxili dincliyinizi pozmasına icazə verməyin və öz dəyərinizi hər zaman uca tutun. Kainat bugün sizi qoruyur və ruhunuzun ehtiyac duyduğu sevgini sizə ən təmiz şəkildə təqdim edir. Şiir. Bugün daxili xarizmanız və parlaq enerjiniz ətrafınızdakı hər kəsi maqnit kimi özünə cəlb edəcək. Cəmiyyət içində diqqət mərkəzində olmaq və rəğbət qazanmaq özünüzə olan inamınızı ən yüksək zirvəyə qaldıracaq. İş yerində nümayiş etdirəcəyiniz qətiyyətli mövqe yeni vəzifələrə irəli çəkilməyiniz üçün ciddi zəmin yaradır. Yaradıcı ideyalarınızı çəkinmədən bölüşün, çünki bugün təklifləriniz hamı tərəfindən böyük maraqla qarşılanacaq. Maliyyə sahəsində şans sizdən yanadır, lakin pullarınızı düzgün idarə etmək üçün mütəxəssis məsləhətinə ehtiyacınız ola bilər. Lüks xərclərdən bir qədər qaçmaq gələcəkdə böyük layihələri həyata keçirmək üçün sizə əlavə kapital qazandıracaq. Sevgidə qürurunuzu bir kənara qoyub tərəfdaşınıza qarşı səmimi və zərif hisslərinizi nümayiş etdirməyin vaxtıdır. Kiçik jestlər və şirin sözlər tərəfdaşınızın qəlbində sizə qarşı olan sevgini yenidən alovlandıracaq. Subay şirlər üçün bugün cəlbedici bir insanla qarşılaşmaq və unudulmaz bir sevgi macərasına başlamaq anıdır. Sağlamlığınızı qorumaq üçün ürək-damar sistemini həddən artıq yükləyəcək ağır fiziki işlərdən uzaq durmağınız məsləhətdir. Günün ikinci yarısında hobbilərinizə və ya sizi xoşbəxt edən fəaliyyətlərə vaxt ayırmaq əhvalınızı yüksəldəcək. Ətrafınızdakı insanların problemlərinə biganə qalmamaq sizə cəmiyyətdə daha böyük hörmət və nüfuz qazandıracaq. Yaxın dostlarınızla keçirəcəyiniz əyləncəli anlar həyatın çətinliklərini unutmağınıza və dincəlməyinizə kömək edəcək. Hər bir çətinliyin öhdəsindən gələ biləcək gücə sahib olduğunuzu unutmayın və gələcəyə hər zaman ümidlə baxın. Ulduzların bugün sizə bəxş etdiyi möhtəşəm uğur enerjisini həyatınızın hər bir sahəsində hiss edəcəksiniz. Qız. Bugün analitik təfəkkürünüz və detallara olan inanılmaz diqqətiniz sayəsində mürəkkəb problemləri asanlıqla həll edəcəksiniz. İş fəaliyyətinizdə intizamlı olmaq həm rəhbərliyin rəğbətini qazandıracaq, həm də karyeranızda mühüm irəliləyişlərə yol açacaq. Planlı şəkildə hərəkət etmək vaxt itkisinin qarşısını alaraq sizə digər işlərlə məşğul olmaq üçün əlavə zaman qazandıracaq. Maliyyə məsələlərində hesabatlılığı düzgün aparmaq və büdcənizi ciddi nəzarətdə saxlamaq gələcək rifahınızın əsas təminatıdır. Yeni bir təlimə başlamaq və ya peşəkar biliklərinizi artıracaq kurslara yazılmaq üçün mükəmməl bir gündür. Romantik münasibətlərdə tərəfdaşınızı tənqid etməkdən çəkinin və onun müsbət cəhətlərini görməyə daha çox fokuslanın. Sevginin mükəmməllikdə deyil, qüsurları ilə birlikdə bir-birini qəbul etməkdə olduğunu dərk etmək sizə xoşbəxtlik gətirəcək.
Tənha qızlar üçün bugün intellektual səviyyəsi yüksək olan bir insanla maraqlı bir tanışlıq baş tuta bilər. Sağlamlığınızı qorumaq üçün yuxu rejiminə ciddi riayət etməli və sinir sisteminizi gərginlikdən uzaq tutmalısınız. Evinizdəki köhnə və lazımsız əşyalardan qurtulmaq həm məkanınızı genişləndirəcək, həm də zehni olaraq rahatlıq verəcək. Yaxın dostunuzun sizə müraciət edəcəyi məsləhət tələbinə obyektiv və müdrik cavablar verməklə ona böyük köməklik göstərəcəksiniz. Özünüzə qarşı həddindən artıq tələbkar olmağı dayandırın və qazandığınız kiçik uğurlarla da fəxr etməyi öyrənin. Daxili səsiniz bugün sizə ən doğru yolu göstərəcək, sadəcə ona güvənməyi və inanmağı bacarmaq lazımdır. Həyatın təqdim etdiyi hər bir dərsi təcrübə kimi qəbul edərək gələcəyə daha inamlı addımlarla irəliləyin. Tərəzi. Bugün həyatınızın hər bir sahəsində harmoniya, ədalət və gözəllik axtarışı ön plana çıxacaq. Ətrafınızdakı insanların münaqişələrini həll etmək və vasitəçilik missiyasını yerinə yetirilməsi üçün unikal istedada sahibsiniz. İş mühitində tərəfdaşlıq əlaqələrini gücləndirmək və yeni müqavilələr imzalamaq gələcək karyeranız üçün olduqca xeyirlidir. Kreativ tərəflərinizi üzə çıxara biləcəyiniz layihələrə zaman ayırmaq daxili potensialınızı tam şəkildə reallaşdıracaq. Ən emosional tərəziləri bu vəziyyət ciddi şəkildə qıcıqlandıra bilər. Daha sakit bürc nümayəndələri isə buna fəlsəfi yanaşacaq və düzgün edəcəklər. Maliyyə məsələlərində balans yaratmaq üçün xərclərinizi diqqətlə nəzərdən keçirin və plansız alış-verişlərdən qəti şəkildə qaçın. Sevgi həyatınızda romantizmin və qarşılıqlı anlaşmanın artdığı, hisslərin daha dərindən yaşandığı gözəl bir mərhələ başlayır. Tərəfdaşınızla birlikdə keçirəcəyiniz xoş anlar aranızdakı bağları daha da səmimi və qırılmaz edəcəkdir. Hələ də həyatının sevgisini axtaranlar üçün bugün sosial tədbirlərdə taleyüklü bir qarşılaşma baş verə bilər. Sağlamlığınızı qorumaq və daxili balansınızı saxlamaq üçün təmiz havada qaçış və ya bədən tərbiyəsi ilə məşğul olun. İncəsənət sərgilərinə getmək və ya teatra bilet almaq ruhunuzun estetik ehtiyaclarını ən yüksək səviyyədə təmin edəcək. Bugün qəbul edəcəyiniz qərarlarda hisslərinizlə məntiqiniz arasında mükəmməl bir tarazlıq yaratmağı bacarmalısınız. Başqalarının rəylərinə hörmətlə yanaşarkən öz şəxsi sərhədlərinizi qorumağı və lazım gəldikdə yox deməyi öyrənin. Özünüzə vaxt ayırmaq və daxili dünyanızla baş-başa qalmaq sizə itirdiyiniz mənəvi enerjini sürətlə bərpa edəcək. Kainatın sizə təqdim etdiyi bu müsbət auranı sevgi ilə qəbul edin və ətrafınıza xoşbəxtlik paylamağa davam edin. Əqrəb. Bugün daxili gücünüzün, ehtirasınızın və sirli xarizmanızın ən yüksək səviyyəyə çatdığı xüsusi bir gündür. İntuisiyanız o qədər güclüdür ki, ətrafınızdakı insanların gizli niyyətlərini və yalanlarını asanlıqla aşkar edə biləcəksiniz. Peşəkar fəaliyyətinizdə rəqiblərinizi geridə qoymaq və hədəflərinizə çatmaq üçün strateji gedişlər etməyin əsl vaxtıdır. Çətinliklər qarşısında nümayiş etdirəcəyiniz sarsılmaz iradə rəhbərliyin sizə olan inamını və hörmətini qat-qat artıracaq. Maliyyə baxımından köhnə borcların qaytarılması və ya gözlənilməz investisiya gəlirləri büdcənizi ciddi şəkildə gücləndirəcək. Şəxsi həyatınızda emosiyaların intensivliyi arta bilər, bu səbəbdən tərəfdaşınıza qarşı qısqanclıq hisslərini idarə etməyə çalışın. Səmimi və dərindən aparılan söhbətlər münasibətlərinizdəki şübhələri tamamilə aradan qaldıracaq və etibarı bərpa edəcək. Karyera pillələrində yüksəlmək şansı diqqəti özünə çəkməkdən və uğurlarını açıq şəkildə göstərməkdən çəkinməyən əqrəblərdə olacaq. Subay əqrəblər üçün bugün daxili dünyalarını tamamilə alt-üst edəcək ehtiraslı bir sevginin başlanğıcı ola bilər. Sağlamlıq sahəsində bədəninizi toksinlərdən təmizləmək üçün detoks proqramlarına və sağlam qidalanmaya üstünlük verməyiniz vacibdir. Gizli qalan mövzuları araşdırmaq və ya psixologiya ilə maraqlanmaq zehni potensialınızı daha da inkişaf etdirəcək. Günün sonunda yalnız qalmaq və gələcək hədəflərinizi yenidən nəzərdən keçirmək sizə böyük bir aydınlıq gətirəcək. Heç bir maneənin sizi yolunuzdan döndərməsinə icazə verməyin, çünki siz küllərindən yenidən doğulmağı bacaran güclü bir xaraktersiniz. Özünüzə olan inamınız ən böyük silahınızdır və bugün ulduzlar sizin bu gücünüzü tamamilə dəstəkləyir. Oxatan. Bugün daxili azadlıq sevginiz, nikbinliyiniz və macəra axtarışınız sizi tamamilə yeni üfüqlərə doğru aparacaq. Yeni biliklər əldə etmək, fərqli mədəniyyətləri öyrənmək və dünya görüşünüzü genişləndirmək üçün əvəzolunmaz imkanlar yaranır. İş yerində geniş miqyaslı düşünmək və böyük layihələrə cəsarətlə addım atmaq sizə böyük uğurlar qazandıracaq. Ətrafınızdakı insanlara bəxş etdiyiniz müsbət enerji və motivasiya sayəsində kollektivin sevimlisinə çevriləcəksiniz.
Maliyyə sahəsində gələcəyə yönəlmiş investisiyalar etmək və büdcənizi səmərəli şəkildə planlaşdırmaq xeyrinizə olacaq. Romantik münasibətlərdə tərəfdaşınızla birlikdə unudulmaz bir səyahət planlaşdırmaq aranızdakı sevgini daha da canlandıracaq. Hisslərinizi açıq və dürüst şəkildə ifadə etmək qarşı tərəfdə sizə qarşı böyük bir heyranlıq hissi oyadacaq. Tənha oxatanlar üçün fərqli bir şəhərdən və ya ölkədən olan bir insanla maraqlı sevgi münasibəti başlaya bilər. Sağlamlığınızı qorumaq üçün fiziki aktivliyinizi artırmalı, açıq havada idman etməyə daha çox vaxt ayırmalısınız. Fəlsəfi kitablar oxumaq və ya həyatın mənası barədə düşünmək daxili dünyanızdakı suallara cavab tapmağa kömək edəcək. Vaxtilə həll olunmuş hesab etdiyiniz köhnə işlərə və problemlərə qayıtmağa hazır olun. Ola bilsin ki, ünsiyyəti sizi heç vaxt çox sevindirməyən insanlarla danışmalı olasınız. Gün ərzində qarşılaşacağınız kiçik uğursuzluqlara gülümsəyərək yanaşmaq daxili dincliyinizi qorumağın ən yaxşı üsuludur. Həyatın sizə təqdim etdiyi hər bir çətinliyi böyük bir dərs və təcrübə kimi qəbul edərək irəliyə doğru addımlayın. Heç vaxt ümidinizi itirməyin, çünki sizin daxili işığınız ən qaranlıq yolları belə aydınlatmağa qadirdir. Ulduzların bugün sizə bəxş etdiyi şans və bərəkət enerjisi həyatınızı tamamilə gözəlləşdirəcək. Oğlaq. Bugün karyeranızda zirvəyə doğru addımlamaq, ciddi hədəflər müəyyənləşdirmək və intizamlı hərəkət etmək üçün əla zamandır. Uzun müddətdir üzərində çalışdığınız işlərin bəhrəsini görmək özünüzə olan inamı və peşəkar nüfuzunuzu xeyli artıracaq. Rəhbərliklə aparılacaq ciddi danışıqlar gələcək vəzifə artımınız və ya maaşınızın yüksəlməsi ilə nəticələnə bilər. Maddi məsələlərdə hər zaman olduğu kimi soyuqqanlı və uzaq görən olmaq sizi böyük risklərdən qoruyan əsas amildir. Qənaət rejimini davam etdirmək gələcəkdə qurmaq istədiyiniz şəxsi biznesiniz üçün möhkəm maliyyə təməli yaradacaq. Şəxsi həyatınızda soyuq və məsafəli davranmaqdan qaçın, tərəfdaşınıza daxilinizdəki isti hissləri göstərməyə çalışın. Sevgi münasibətlərində məsuliyyətli olmaq və verilən sözləri vaxtında tutmaq tərəfdaşınızın sizə olan etibarını möhkəmləndirəcək. Subay oğlaqlar üçün bugün iş mühitində və ya rəsmi bir tədbirdə ciddi və uzun müddətli bir münasibətin təməli qoyula bilər. Sağlamlıq baxımından sümüklərinizi və dişlərinizi qorumaq üçün kalsiumla zəngin qidalara üstünlük verməyiniz olduqca vacibdir. İşdən sonra biraz istirahət etmək və zehni tamamilə boşaltmaq gələn həftəyə daha gümrah başlamağınıza kömək edəcək. Yaşlı ailə üzvlərini ziyarət etmək və ya onların xeyir duasını almaq sizə böyük mənəvi güc və daxili hüzur bəxş edəcək. Həyatın çətinlikləri sizi qorxutmasın, çünki sizin daxili iradəniz və səbriniz hər bir maneəni aşmağa kifayət edir. Hazırda özünüzü ciddi öhdəliklərlə bağlamamaq daha yaxşıdır, xüsusilə də haqqında az məlumatınız olan insanlarla işləyirsinizsə, ulduzlar bugün sizin zəhmətkeşliyinizi və qətiyyətinizi böyük uğurlarla mükafatlandırmağa tamamilə hazırdır. Dolça. Bugün orijinal ideyalarınız, azad ruhunuz və insanlığa olan sevginiz sayəsində fərqlilik yaratmaq imkanı qazanacaqsanız. Şablon qaydalardan uzaqlaşaraq tamamilə fərqli metodlarla işləmək sizə peşəkar sahədə böyük üstünlüklər təmin edəcək. Sosial layihələrdə iştirak etmək və ya xeyriyyə işləri ilə məşğul olmaq daxili dünyanızı inanılmaz dərəcədə zənginləşdirəcək. Dostlarınızla birlikdə gələcəyə yönəlmiş yaradıcı planlar qurmaq və beyin fırtınası aparmaq üçün mükəmməl bir gündür. Maliyyə sahəsində texnoloji yeniliklərə investisiya etmək və ya elektron ticarətlə məşğul olmaq gələcəkdə böyük qazanclar gətirə bilər. Romantik münasibətlərdə tərəfdaşınıza şəxsi məkan tanımaq və onun azadlığına hörmətlə yanaşmaq bağlarınızı daha da gücləndirəcək. Bir-birinizə qarşı olan dostluq və sevgi hisslərini eyni vaxtda yaşamaq münasibətlərinizə unikal bir harmoniya bəxş edəcək. Tənha dolçalar üçün bugün qeyri-adi dünya görüşünə malik olan bir insanla qarşılaşmaq daxili dünyalarında inqilab yarada bilər. Sağlamlığınızı qorumaq naminə qan dövranını yaxşılaşdıran yüngül idman hərəkətlərinə və təmiz havada gəzintilərə üstünlük verin. Astrologiya, elm və ya fəlsəfə ilə bağlı yeni məlumatlar araşdırmaq zehni potensialınızı maksimum dərəcədə inkişaf etdirəcək. Ətrafınızdakı insanların mühafizəkar baxışlarına qarşı təmkinli olun və öz vizyonunuzu onlara zorla qəbul etdirməyə çalışmayın. Öz unikal təbiətinizi qəbul edin və başqalarına bənzəməyə çalışmaqdan tamamilə imtina edin, çünki sizin gücünüz fərqliliyinizdədir. Kainat bugün sizin yenilikçi ruhunuzu dəstəkləyir və qarşınızda tamamilə yeni üfüqlər açır. Balıqlar. Bugün xəyal dünyanızın sonsuz dərinliklərinə dalmaq, daxili səsinizə qulaq asmaq və yaradıcılığınızı zirvəyə daşımaq anıdır. İntuisiyanız o qədər güclüdür ki, baş verəcək hadisələri öncədən hiss edərək doğru qərarlar qəbul edə biləcəksiniz.
İncəsənətlə, musiqi ilə və ya yazı ilə məşğul olmaq ruhunuzda toplanmış emosiyaları ən gözəl şəkildə ifadə etməyə kömək edəcək. İş mühitində empatiya bacarığınız sayəsində həmkarlarınızla yaranan gərginlikləri yumşaq bir şəkildə aradan qaldıracaqsınız. Maddi məsələlərdə xəyallara qapılmadan dürüst və real faktlara əsaslanaraq hərəkət etmək sizi mümkün itkilərdən qoruyacaq. Sevgi həyatınızda nağılvari bir romantizm, şəfqət və qarşılıqlı fədakarlığın ön plana çıxdığı unudulmaz anlar yaşanacaq. Tərəfdaşınızın qəlbinə toxunacaq kiçik və mənalı hədiyyələr aranızdakı bağları daha da möhkəm və səmimi edəcək. Subay balıqlar üçün bugün ruh əksini tapmaq və daxili dünyasını tamamilə tamamlayacaq bir sevgiyə addım atmaq ehtimalı var. Sağlamlığınızı qorumaq üçün immunitet sisteminizi gücləndirməli, vitaminlərlə zəngin qidalar qəbul etməyə xüsusi diqqət yetirməlisiniz. Su kənarında gəzintiyə çıxmaq və ya sadəcə ilıq bir vanna qəbul etmək bədəninizdəki bütün mənfi enerjini yuyub aparacaq. Başqalarının dərdlərini öz dərdiniz kimi qəbul edərək özünüzü mənəvi cəhətdən həddindən artıq yorub yıxılmaqdan qoruyun. Daxili hüzurunuzu qorumaq üçün neqativ və hər şeydən şikayət edən insanlarla aranıza ciddi məsafələr qoymağı bacarmalısınız. Bölüşəcəyiniz ideyalar həm həmkarların, həm də rəhbərliyin xoşuna gələcək. Əvvəllər qabiliyyətlərinizə şübhə ilə yanaşan insanlar nə qədər səhv etdiklərini anlayacaq və münasibətləri yaxşılaşdırmağa çalışacaqlar. Öz sehirli dünyanıza inanın və ulduzların bugün sizə bəxş etdiyi ilahi sevgi enerjisini ürəkdən qəbul edin.